Növbəti dezinformasiyası ilə biz qarşılaşdıq İranın Azərbaycana qarşı və bu növbəti addım nədən ibarətdir? Mədəniyyət kanalında yayımlanan və Mikayıl Müşfiqin faciəvi taleyinə həsr olunmuş Müşfiq Ağıları adlı oratoriyanın bir hissəsini kontekstdən kəsərək Azərbaycanın əleyhinə, Azərbaycan barədə bir mənfi bir imij formalaşdırmaq məqsədi ilə istifadə edib İran mediası. Və bunun fonunda belə bir iddia ilə çıxış etmək və ilk növbədə də bugün dövlətimizə qarşı, Azərbaycanımıza qarşı yönələn informasiya müharibəsində ön cəbhədə vuruşanlardan biri Azərbaycan televiziyasıdır, Azərbaycan radiosunun kollektividir. Və məhz mədəniyyət televiziyasını bunda ittiham etmək təbii ki, yenə də deyirəm, bir gülünc bir faktdır, gülünc bir iddiadır. Buyurun, fikrinizi bilmək istəyərdik. Təşəkkür edirəm Ülfət xanım. Yəni burada söhbət təkcə mədəniyyət kanalından da getmir. Bəli. Yəni bu mədəniyyət kanalında verilməzdi, başqa bir kanalda verilərdi. Yəni söhbət, hədəf mədəniyyət kanalı deyil. Bunu dəqiq müəyyən eləyək. Burada söhbət nədən gedir? Burada söhbət Azərbaycanın həqiqətlərini görməzdən gəlməkdən gedir. Burada indi siz də kifayət qədər faktlar sadaladınız. Mənim həmkarım Kənan müəllim də dedi, indi yoldaşlar da deyəcək şübhəsiz ki, yəni Azərbaycanda istənilən qədər fakt və sübut var ki, Azərbaycan əxlaqlı bir ölkədir. Siyasi əxlaqı, ictimai əxlaqı, dini əxlaqı, mədəni əxlaqı, ailə əxlaqı, hətta sevgi əxlaqı, yəni bütün parametrlərdə Azərbaycanın problemi yoxdur. Azərbaycanın başqa problemləri var, qonşu problemi var, haqlarının danılması var, ikili standartlardan əziyyət çəkməsi var və sair və ilə axır məsələlər var. Amma dediyimiz məsələlərdə Azərbaycanın problemi yoxdur. Və artıq burada qonşu dövlət İran İslam Respublikası və onun mediası tam qərəzli mövqe ortaya qoyur və burada oponent kimi çıxış eləyir. Əslində bizim İranla oponentliyimiz olmayıb. Yəni əslində bizim əməkdaşlıq lazımdır, regionda sülh lazımdır, bölgəyə əmin-amanlıq lazımdır, və ilk növbədə Azərbaycanın maraqları məhz bundan ibarətdir. Bəli, və bunu Azərbaycan hər dəfə sərgiləyir, hər dəfə Azərbaycan güzəştə gedir, hər dəfə Azərbaycan çox negativ halları görməzdən gəlir, istəyir ki, o münasibətləri korlamasın. Amma bu bir yerə qədər mümkündür. Bir yerə qədər mümkündür. Bir yerdən sonra artıq o nənələrimiz, babalarımız demiş, üz-üzə açılınca üz-gora açılsın. Üz-üzə açılandan sonra artıq o münasibətləri də saxlamaq çox çətin olacaq və çox çətin olur artıq bu gedişinə. Yəni burada istənilən bir, olmasın bu əsər, olsun başqa bir şey. Bəli. Əgər sən istəyirsən ki, Azərbaycana qərəzli münasibət göstərəsən, bunun üçün əsəri kontekstdən çıxarda bilərsən, hadisələri başqa bir rakursdan izah edə bilərsən və yaxud da ki, digər bir mənalar çıxarda bilərsən baş vermiş hadisələrdən. Bunun kökündə olan bizi narahat eləyən məsələ və bizim bura yığışmağımızda əsas məqsəd məhz niyə İranın oponent mövqedə çıxış eləməyidir? Niyə İranın nöqsan axtarmaq məsələsidir? Doğrudanmı Azərbaycan-İran münasibətlərinin korlanması bizim cənub qonşumuza bu qədər lazımdır? Axı nə qədər biz o münasibətlər korlansa, müharibədən çıxmış ölkə kimi ikinci bir qovğa, ikinci bir problem bizim üçün arzu edilən deyil. Eyni zamanda mən keçən verilişinizdə də sizin demişdim, bir neçə məsələlər var ki, onlar da İran üçün heç arzu edilən deyil. Və ona görə də münasibətləri dostluğa kökləmək lazımdır. Aydındır. Şakir müəllim, elə mən bu məqamla bağlı Natavan xanıma sual vermək istəyirəm. Əslində, Müşfiq müəllim də çox gözəl bir söz dedi. Dedi ki, bu dərəcədə İran tərəfinin informasiya müharibəsində belə geridə qalmış bir metodikalardan istifadə etməsi heç ağlımıza da gəlmirdi. Amma indi söhbət bir də nədən gedir? Bəs bizdə sosial şəbəkələr istifadəçiləri, bizdə bax bu ictimaiyyət, ən azından İran bizim tariximizi əgər gözəl bilmirsə, biz öz tariximizi çox gözəl bilirik və 70 il ərzində Sovet İttifaqının tərkibində
hansı çətinliklərlə üzləşdiyimizi gözəl bilirik və bunu atalarımız, analarımız, nənələrimiz, babalarımız çox gözəl bilir və elə bir ailə yoxdur ki, o ailədə bu barədə söhbətlər getməsin. Ən azından oxuduqları o informasiyanı, yəni bizim vətəndaşlarımız açıb bir əsərlə maraqlana bilərlər, düzdürmü Natəbə xanım? Ən azından bizim televizyanda, mədəniyyət televiziyasında rəsmi saytımız var. Açın bir o rəsmi saytda, bax o oratoriyanı bir dinləyə bilərdilər, düzdürmü? Yerləşdirilir, bir açın, o bir librettonun mətni ilə bir maraqlanın. Görün o mətndə əslində nə yazılıb? Bundan sonra yalnız rəy və ya bundan sonra hər hansı bir şərhi yazmaq olar. Buyurun. Demək, daxili auditoriyaya mən yenidən qayıdacağam, amma bir İran tərəfinin məsələyə münasibətini çözməyə çalışıram. Demək, oratoriyanı dinləməklə İran tərəfi o 28 saniyəlik məqamı oradan tuta bilməzdi. Mən tam məsuliyyətimlə deyirəm. Yəni, oratoriyaya indi biz də qulaq astıq. Görürsünüzmü, siz ayrıntı verməyincə, onu oradan, bəlkə tamaşaçılarımız da, orta istatistik tamaşaçılarımız da oradan o məqamı tuta bilmədilər. Ona görə də əgər İran bu oratoriyanı mədəniyyət kanalında eşitmişdisə, seyr etmişdisə və sonradan dönə-dönə, hətta 10-cu dəfə təkrar qulaq asmışdısa da, yenə həmin məqamı, o 28 saniyəlik məqamı oradan tapıb, kontekstdən götürüb və onu bir alətə çevirə bilməzdi. Bu mütləq buradan qaynaqlanıb. Mütləq şəkildə yəni, onlar üçün çalışan, onlar üçün çalışan, İranın yetişdirdiyi, İranın bəslədiyi, İranın pul buraxdığı, İranın problemlərini həll etdiyi və burada yaşayan insanlardan bu məsələ qaynaqlanıb və o öz mükafatını alıb yəqin ki, belə bir fakt ötürdüyünə görə. Amma bir məsələni unudurlar ki, ümumiyyətlə kontekstdən çıxardılan hər bir şey bu feyqdir. Bunu heç nə ilə oturtmaq mümkün deyil. Bəzən məhkərli oponentlər də, görürsünüzmü, müdafiələrdə belə şeylərdən istifadə edirlər, fikri kontekstdən çıxardır və iddiaçıya qarşı iştirak edir. Amma iddiaçı çıxır tribunaya, məsələni qoyur öz məcrasına və izah eləyir, qalib də gəlir. Burada da situasiya eynən, 100% o cüradır. Kontekstdən çıxardılmış mətin yerinə qoyulacaq və sübut olunacaq ki, bu belədir. Yəni, bunu bəlkə İran tərəfi özü də bilir. Amma əgər İran tərəfi də, indi deyir ki, dəlisi varsa, ağıllısı da var da, əgər bunlar bilirlər ki, kontekstdən çıxardılmış fikir həmişə havadan asılı qalır, bu bağsız bir asılqandır. Ona görə bunun nəticəsi olmayacaq. Amma sual yarana bilər ki, əgər bu məntiq yerinə oturmayacaqsa və bunu İranın eləməkdə məqsədi nədir? Mənim düşüncəmə görə, ümumiyyətlə müharibələr 3 mərhələdən ibarət olur. Yəni, müharibənin odlu məqamı gəlməyincə, gələnə qədər onun diplomatiyası həyata keçirilir. Yəni, sən həqiqətini ortaya qoyursan, öz haqqını müdafiə edirsən, bunun diplomatiyasına aparırsan, daxildə, xaricdə, lokal çərçivədə, maştabını ərazidə və sən özünün haqlı olduğunu ortaya qoyursan. Bu məsələnin birinci mərhələsidir. İkinci mərhələ ondan ibarətdir ki, sən silahına sarılırsan və müharibə alanına girirsən. Orada ya ölərsən, ya öldürərsən. Bu ikinci mərhələdir. Müharibədən sonra müharibənin 3-cü mərhələsi gəlir. Artıq sən məğlubsanmı, qalibsanmı, amma bu məntiqə oturmalıdır. Dünya siyasətinin, dünya hüququna oturmalıdır. Demək, biz əgər xronoloji ardıcıllıqla baxsaq, birinci mərhələni çox müvəffəqiyyətlə və çox ağırlı, çox çətinliklə 30 il müddətinə, 30 ilə yaxın bir müddətə biz keçdik. Və bunun pik nöqtəsi, mən tərif üçün demirəm, həqiqət üçün deyirəm ki, məhz cənab Prezident İlham Əliyevin dövrünə təsadüf elədi ki, artıq biz diplomatiyanın orada zirvə nöqtəsinə çatdıq və haqlarımızı duyurduğumuzla biz əks hücuma
haqq qazandıq. Nativan xanım, ikinci və üçüncü dövrlə bağlı biz sizinlə mütləq davam etdirəcəyik. Çox üzr istəyirəm. Telefon xəttində bizim xalq şairimiz Sabir Rüstəmxanlıdır. Gəlin bir Sabir Rüstəmxanlını da dinləyək, sonra biz mütləq sizinlə davam etdirəcəyik. Sabir müəllim, eşidirik sizi. Nativan xanım, Sabir müəllim sizi də çox diqqətlə dinləyib və sizinlə bu məqamlarda, söylədiyiniz məqamlarla bağlı razılığını da bildirib. Bəli, və mən istəyərdim Nativan xanım davam etdirsin bəyək ki fikrini. Çox təşəkkür edirəm və fikrimi yekunlaşdırmaq istəyirəm ki, yəni müharibə 3 hissədən ibarətdir. Əvvəlki diplomatiya dövrü, sonra müharibə alanı, yəni odlu müharibə dövrü və müharibədən sonraki çox mühüm bir dövr yenə diplomatiya dövrü. Artıq qələbədə müharibədə qazanılmış nəticə öz yerinə oturmalıdır. Yəni qalib dövlət qalib elan olunmalıdır, məğlub dövlət məğlub elan olunmalıdır. Qarşılıqlı danışıqlarda, qarşılıqlı münasibətlərdə hər kəs öz istədiyini əldə etməlidir və şübhəsiz ki, qaliblər mühakimə olunmurlar. Ona görə də qalib tərəf istədiyi nəticələri əldə etməlidir. Və biz həmin dövrü yaşadığımıza görə İran dövləti məhz burada Ermənistanın dəstəklədiyinə görə artıq bizdə gündəmi dəyişir. Mən belə qəbul edirəm bunu. O, ardıcıl olaraq Azərbaycan cəmiyyətində istəyir birinci eşalon, ikinci eşalon, üçüncü eşalon, istəyir ictimaiyyət, istəyir media, istəyir sosial şəbəkələrə qədər. Cəmiyyətin ən sadə kəsiminə qədər o gündəmi dəyişir. Yəni bizim üçüncü əsas hədəf hissəmiz ki, Azərbaycan dövlətinin bütün gücü ora səfərbər olmalıdır. Ora biz odaqlanmalıyıq ki, dövlət də, ictimaiyyət də, vətəndaş cəmiyyəti də, hər şey bizim məhz qələbənin masa üzərinə gəlməsi və sülh müqaviləsinin bağlanması. Azərbaycanın bir nömrəli problemi ondan ibarətdir. Amma İran ortaya dövriyyə girərək üçüncü mərhələni artıq yayğınlaşdırır və bu Ermənistana birbaşa işləmək deyil, dolayısıyla işləməkdir. Dolayısıyla Ermənistanın dəyirmanına su tökmək deməkdir ki, yəni bizi əsas hədəfdən yayındırsın. Və mən inanıram ki, 100% inanıram ki, bu dərəcədə bilməsələr də hər halda bunun 50% qədər bilirdilər ki, Azərbaycanda sizin dediyiniz kimi böyük bir dinin qoruma instinkti var. Hansı ki, mənim yadıma gəlir bizim nənələrimiz, babalarımız hətta oruçluqda oruç tuturdular və onu bildirmirdilər, gizlədirdilər oruç tutduqlarını. Mən bunun şahidiyəm. 70-ci illərdən danışıram, onda mən uşaq idim. Siz təsəvvür edirsiniz ki, bunu İran da bilməmiş deyil. O bilir ki, bu sübuta yetiriləcək. Sadəcə olaraq o artıq bizim ideolojimizə təsir eləyir. Bəli, mən istərdim Nativan xanımın da mövqeyini bilək, fikirlərini öyrənək. Demək, Ülfət xanım, bu hadisələrdə nə qədər ki bizim düşüncəli gəncliyimiz var, nə qədər ki hadisələri çox rasional şəkildə qavrayan, onu izah eləyən, məntiqə vara bilən böyük bir kəsim var. Amma eyni zamanda gözü yumulu, İranı dəstəkləyən, İranı yardım eləyən, belə deyək, yəni sözlə, əlbəttə rəylə, xeyli dərəcədə İran simpatiyalı insanlarımız da var və sadəcə olaraq bu Azərbaycan səfirliyinə elənən hücumda artıq detallar müəyyən olunandan sonra o sadə insanımız, o İrana inanan insanlarımız, hadisələrin həqiqətən də bir kişi qısqançlığı, bir qadınını axtaran kişinin etdiyi aqressiv hərəkətlər fonunda izahına yuvarlanan insanlarımız gərək o detallara fikir versinlər. Məsələn, mən lap ən sonuncu oradan özüm üçün izah elədiyim detal ondan ibarətdir ki, deyir, bizim əməkdaşımız ki, o çox cüssəli, çox qəhrəman, ürəkli atılır onun üzərinə və terrorçunu zərərsizləşdirmək istəyir. Mən bugün həmən o məqamda mən sonradan o detalları da öyrəndim ki,
onu zərərsizləşdirmək istəyəndə hətta o avtomatdan atəş açır və onu çiynindən yaralayır. Bəli. Bu həmin anda olmur. Həmin biz gördüyümüz videoda o yoxdur. O çevrilir və həmən Vasif onun üzərinə atılır. Amma sonra biz görmədiyimiz hissədə demək ki, o avtomatdan atəş açır və bunu çiynindən yaralayır. O boyda cüssəli bir oğlanın qolları arasında bu insan hələ bunu bacarır. Bu da azmış kimi sonradan o görəndə ki, artıq avtomatla davranmaq mümkün deyil. Qarşısındakı qüvvət çox güclüdür. Əlini atır, o cibindən tapancanı çıxardır və Vasifin çənəsindən vurur, güllə üzündən çıxır. Bəli, biz elə bayaqdan rejissorumuz baxın, o video kadrlarda nümayiş etdirir. Görün, nə dəhşətli faktdır bu. Burada necə bir əfəl kişidən söhbət gedə bilər? Necə bir, üzr istəyirəm, bir qadına sahiblik eləyə bilməyən bir kişi, nə oldu birdən-birə bu boyda cəngavər oldu? Bu qədər insan üzərinə hücum etdi. Yəni, bu boyda cüssəli bir oğlan, yaşda da ondan kiçikdir, fiziki cəhətdən də onun güclü olduğu videolardan aydınca görünür. Bunun qollarının arasında bu avtomatdan atəş də aça bilir. Hələ görür ki, avtomatı işlətmək bu situasiyada mümkün deyil. Əl atır cibindən tapancanı çıxardır və Vasifin çənəsindən yaralanan yara tapanca yarasıdır. Demək, burada nə məna çıxır? Bu heç də bir qadını idarə edə bilməyən, bir qadını razı sala bilməyən, bir qadının könlünü ala bilməyən əfəl bir kişidən söhbət getmir burada. Təşkil olunmuş. Bir terrorçudan söhbət gedir və bütün faktlar bunu sübut eləyir. Aydın. Bunu gərək insanlarımız dərk eləsin. Və bir də onu əlavə eləmək istəyirəm, Ülfət xanım. Yəni, ərəb dilində, bunun İranın dininin dili ərəbdir. Və o ərəb dilindən idarə eləyir, ərəb dilindən hərəkət eləyir. Onun Qurana tapınırsa, bunun dili ərəb dilidir. Bəli. Əgər o özünün ərazisində yaşayan ərəblərə dil haqqı tanımırsa, onda belə çıxır ki, İran absurd bir ideologiya ilə idarə olunur. İran heç bir qaydalara sığmayan, heç bir qanunlara sığmayan, heç bir tabulara uyğun gəlməyən bir qanunla idarə olunur. Yəni, bunu da bizim o İranın dininə heyran olan dindarlarımız gərək bilsinlər. Və təbii ki, çox maraqlı müzakirə getdik. Növbədə sizin hər birinizə təşəkkürümü bildirirəm. Və mən bizim vətəndaşlarımıza, cəmiyyətimizə bir daha müraciət etmək istəyirəm ki, sosial şəbəkələrdə oxuduğunuz hər hansı bir xəbəri öncə çox xahiş edirik, bir araşdırın, bir dəqiq məlumatı əldə edin. Ondan sonra bax o xəbərlərə reaksiya verməyə çalışın və o ki qaldı Azərbaycan televiziyasına, mədəniyyət televiziyasına, ümumiyyətlə Azərbaycan radiosuna bugün bir daha sonda təkrarlayıram. Dövlətimizə qarşı, xalqımıza qarşı, millətimizə qarşı yönələn bütün dezinformasiyalarla mübarizədə, informasiya müharibəsində məhz biz kollektiv olaraq, bir yumruq olaraq hamımız səfərbəriyik və hamımız bax bu mübarizədə ön cəbhədə vuruşuruq və bunu unutmayın. Salamat qalın.